Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin masumin mukerremin. Siyumel huccah baqiyetullah fil aradin. Ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. Eûzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Quran barəsində danışırdıq və qeyd elədik ki, Quran insanlar üçün şəfadır. İnsanların ruhunun şəfası, dərdlərinin dərmanı Qurandadır. Aleyhisselam buyurur ki, İnne fihi şifaun min ekberidda fehuvel kufru vel nifak vel gayyu vel zelal. Buyurur ki, en böyük dərdlərin dərmanı Qurandadır. O dərdlər hansılardı sayır? Küfür dərdi. Küfürdən böyük nə dərd ola bilər? Nifak dərdi, münafiqliyin dərmanı, tüğyanın dərmanı, azğınlığın dərmanı, bütün xəstəliklərin dərmanı bu kitabdadır. Quran çox dərin bir dəryadır və qəlbi təmizləyir, qəlbin bütün dərdlərinə dərman eləyir. Qəlbi öz-özünə müalicə eləyir. Necə müalicə eləyir qəlbi? Biz bunu bilə bilmərik. Qəlb necə xəstələnir? Qəlb deyəndə mən bu ürəyi nəzərdə tutmuram. Hamıya yəqin ki aydındır. Qəlb deyiləndə hədislərdə, dini mətnlərdə qəlb deyəndə ruh nəzərdə tutulur. Yəni bunu bir dəfəmlik yadımızda saxlayaq. Dini mövzularda haçan qəlbdən söz danışıldısa, qəlb haqqında danışıldısa, qəlb ruh deməkdir. İnsanın ruhu onun qəlbidir. İnsanın Quranın necə insanın qəlbini müalicə elədiyini başa düşmək üçün gərək əvvəl qəlbin özünü tanıyasan. Amma qəlbi tanımaq mümkünsüz bir şeydir. Mən ərəfə nəfsəhu, bu hədisi çox eşitmişsiniz. Mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəh. Kim özünü tanısa, öz ruhunu tanısa Allahını tanıyar. Bu hədisi çox eşitmişsiniz. Amma bu hədisdən bəlkə də bu nəticəni heç vaxt çıxartmamışsınız ki, bu hədis həm də nəyi demək istəyir? Deyir, əgər Allahı tanımaq insan üçün mümkündürsə, özünü tanımaq da mümkündür. Hədisin bir mənası da budur. Yəni, insan o iddiada ola bilərmi ki, Allahı tanıyıram tam mərifəti ilə? Bu iddiada ola bilməz. Deməli, insanın Allahı tam tanıması mümkünsüz olduğuna görə, Allahı tam tanımaq mümkünsüz olduğuna görə, insanın özünü tanıması da mümkünsüzdür. Çünki buyurur, özünü tanıyan Rəbbini tanıyar. Əgər Allahı tanımaq mümkün olsaydı, özünü tanımaq da mümkün olardı. Bir halda ki, Allahı tanımaq mümkünsüzdür, tam mənasında, tam mərifəti ilə. Deməli, insanın özünü tanıması da mümkünsüzdür. Milyardlarla il, yəni milyardlar niyə deyirəm? Yəni sonsuzluqda, sonsuzluğu necə ifadə edeyim? Heç vaxt bitməyən, tükənməyən bir şeydir sonsuzluq. Allah bizə qismət eləsə, biz cənnətə geçsək, orada sonsuz qalacaqdır. Orada da müddət yoxdur ki, sonsuz. Milyard illər keçir, milyard illər keçir. Bu sonsuzluğu adam necə ifadə eləyər? Bu qədər sonsuz müddətdə cənnətdə qalsaq, kimlər ki qalacaq, hər gün Allahı tanıyacaqlar, mərifətləri artacaq və sonsuz davam edəcək. Təsəvvür edirsiniz bu? Hər gün
hər an cənnətdə mərifət artacaq. Yəni Allah tanımanın miqdarı çoxalacaq. İnsan tanıya gedəcək əbədi, sonsuz. Görün bu nə dərin bir dəryadır. Və buradan həm də nə nəticə alırıq? İnsan cənnətdə həm də özünü tanıya gedəcək, tanıyıb qurtarmayacaq. Çünki deyirək, özünü tanıdınsa, Allahı tanıdın. Özünü tanımadan Allahı tanımaq mümkünsüzdür. Bu özü çox bir dərin bir hədisdir. Vaxt yoxdur mən bunu şərh eləyəm ki, özünü tanımaqla Allahı tanımağın nə əlaqəsi var? O çox uzun müfəssəl mövzudur. Amma bunu bilməyimiz bu gün lazımdır ki, qəlbi tanımaq o qədər çətin məsələdir ki, yəni belə deyək, insan ki cənnətə girdi, əbədi olaraq özünü tanımaqla məşğul olacaq. Gündə özü barədə yeni mərifətə gəlib çatacaq. Hər gün bu mərifət arta gedəcək. Yəni insanın nə özünü tanıması mümkündür, nə Allahı tam mənada tanıması mümkün deyil. Allah insana əzəmətli bir ruh verib. İnsan bir şeyi başa düşsün ki, böyük bir aləm gəzdirir özü ilə. Böyük bir əzəmətli bir ruh gəzdirir içində. Onu başa düşsün. Dünən mən dedim cümə günü, dedim ki, yer kürəsi nə qədər böyüdür. Onu ruhun içine atasan, itər batar. Biz öz qiymətimizi özümüzə verəndə cismimizlə veririk, balacayıq biz. Amma ruh bu cisimdir. Ruh bu bədəndən çıxanda aləmi əhatə eləyir. Aləmi əhatə eləyir. Cənnət ki deyirlər, yerlər, göy onun içine sığışır. Cənnət müminin qəlbinin genişliyinin çöldəki təzahürüdür. Yəni qəlb bilirsiniz nə böyük bir dəryadır, böyük bir aləmdir. O aləmdə bütün aləmlərin hamısı qəlbə sığışar, ruha sığışar. Qəlb o qədər əzəmətli bir aləmdir, əmanətdir. Biz hamımız bilməliyik ki, nə böyüklükdə bir aləm gəzdirir içimizdə. Bütün kainat bizim ruhumuzun içində bir dənə zərrədir. Atson yoxa çıxar. Ruh bu qədər əzəmətlidir. Bütün kainatı, yeri, göyü, Allahın yarattıqları hər bir şey, yarattığı hər bir şey bu ruhun içine atasan itər batar. O qədər böyük bir ruhumuz var bizim. Musa aleyhissalam Allah'tan soruşur ki, ilahi mən bilirəm ki, sən heç yerə sığmazsan. Sənin yerin yoxdur deyəsən filan yerdəsən. Amma birdən Musa aleyhissalam ərz eləyir Allaha. Amma birdən sənin üçün bir yer təsəvvür eləməli olsam, ora haradır? Allah cavab verir ki, mömin bəndəmin qəlbi mənim yerimdir. Mən sığışsam, yerləşsəm bunun qəlbinə yerləşərəm. Yerlər, göy məni sığıştıra bilməz. Aləmlər məni sığıştıra bilməz. Bu sözlərdə bir həqiqət var. Bilirsiniz, bunlar elə-belə söz xatirinə deyilməyib. Niyə qəlb Allahın yeridir? Yenə deyirəm, bunlar hamısı dərin mərifət tələb eləyən mövzulardır. Nə mənada? Bunu elə-belə məcazi mənada deməyiblər. Qəlblə Allah arasında nə əlaqə var? Ruhla Allah arasında nə əlaqə var? O çox dərin bir mövzudur ki, əslində elə insanın bütün Allahı tanıması qəlbinin içi ilə gedir. Yəni insan qəlbi ilə Allahı tanıyır. İnsanın qəlbi ilə Allah arasında qəribə bir bağlılıq var. O çox dərin bir mövzudur. Amma bu hədisi niyə dedim? Quranı, qəlbin əzəmətini dərk eləmək üçün bu kifayət eləyər. Allah buyurur ki, mən sığışaram. Bu əlbəttə maddi mənada yox. Yəni nə başa düşürsünüz düşün. Mən heç yana sığmıram, amma möminin qəlbinə sığaram. İnsan qəlbi mənim məkanımdır, mənim yerimdir. Yadınızdan çıxartmayın, mən nə haqda danışıram? Mövzumuz nədir? Quran. Biz Quranın əzəməti haqqında danışırıq, elədir? Amma söz gəlir insanın əzəmətinə çıxır. Bu təsadüfdür. İstəsən Quranın əzəmətini tanıtdırasan, ünvan hansıdır insanın əzəməti? Quran insan həmahəng mövzulardır. Quranla insan arasında qəribə bir əlaqə var. Mən keçən dəfə dedim, Quran bizim qəlbimizin sözüdür. İnsan adlı varlığın iç dünyasını çıxardasan, vərəqə köçürdəsən, olur Quran. Aydındır, bilmirəm də bundan sadə necə ifadə edeyim. Bizim içimizdə bu həqiqətlər ki var ki, biz ilahi ruhla dünyaya gəlmişik. O ilahi ruhda olan həqiqətləri çıxardasan, kağıza köçürdəsən, olacaq Quran-ı Kərim. Görün, əlaqə necə sıxdır bir-birinə. Qəribə bir həmahənglik var. Quranı tanımaq mümkünsüzdür tam, necə ki qəlbi tanımaq mümkünsüzdür. Bunların heç birini tanımaq mümkün deyil.
Bu belə bir əzəmətli varlıqdır. Biz bilmirik hər an içimizdə nələr baş verir. Bu ruhda nə hadisələr baş verir. Hər söz bir dənə dalğa təlatüm yaradır. Dəniz dalğalanar, ruh belə bir, nə misal çəkim ki, zehninizdə təsəvvür formalaşsın. Hərçənd ki, mən də bilmirəm, eşitdiyimi danışıram. Əstəğfurullah, bəlkə burada oturanlardan bəzisi var, mən deyənləri görür, bilir, anlayır. Mənə də baxır, deyir ki, bu nə danışır? Amma mən çalışıram o eşitdiklərimi müəyyən bir sadə dildə sizə ifadə edirəm ki, başa düşən onsuz da başa düşür. Bəzən bu sözlər həqiqətləri xarab eləyir. Hərdən mən deyirəm ki, bəlkə heç bunu deməyim ki, bu söz onsuz da tam ifadə eləyə bilməyəcək. Amma hansısa bənzətmələrlə istəyirəm ruhun həqiqətini başa salam. Bir dənə görərsən, bir daş atarsan, dənizdə bir dalğa yaradar. Hər hadisə, hər söz, hər fikir ruhda belə bir təlatümlər yaradır. Ruhda müəyyən hallar yaradır. Çox incə bir varlıqdır əzəməti ilə bir yerdə. O bəzi cihazlar var, avadanlıqlar var. Deyirlər ki, toz da qonsa ziyandır ona. Tibbi avadanlıqlar var ki, dəqiqliyi ilə nəyisə göstərir. Ora girəndə xüsusi çəkmə giyindirirlər adama, yerdə toz olmasın. Bir dənə toz da ona ziyan vurub, onu işdən sala bilər. Ruh belə bir böyük əzəmətli, eyni zamanda bu qədər incə bir varlıqdır. Çox incə bir varlıqdır. Hərdən biz elə bil ki, o incə varlığı götürüb nəynənsə cızırıq. Bizim bu günahlarımızın belə bir təsiri var. Bu qədər ruha zərər vurur. O incədir, onun üstündə gərək əsəsən. Ona toz qonmağına imkan verməyəsən. Onun paklığını başa düşən insanlar var ki, görürsən, mən bunu danışmışdım. Cümə gecəsi idi, deyə getdim şeir məclisində iştirak elədi. Şəhid Mütəhhəri bunu yazır kitabında. Şeir məclisində iştirak elədi. Haram işdə deyir. İlin, həftənin günləri içində bir dənə cümə gecəsidir ki, o gecə şeirə qulaq asmaq məkruhdur. O gecə şeirə qulaq asmaq məkruhdur. Şeir başqa vaxtlarda yaxşıdır. Cümə gecəsində məkruhdur. Deyim, mən o alimin yanındaydım, Şəhid Mütəhhəri deyir. Bu oturdu şeir məclisində. Duranda yadına düşdü ki, cümə gecəsi idi. O məkruhun təsirini ruhunda deyir, elə hiss elirdi ki, o qədər titriyirdi ki, deyim, biz böyük günah eləsə elə titrəmərik. Ruh o qədər safdır ki, o saat təsirini göstərir. Məkruhun təsirini göstərir. O qədər incə bir varlıqdır insan ruhu. Belə təsəvvür eləməliyik ki, biz o ilə davranmağın yolunu bilək. Mən danışıram, siz əməl eləyin. Mən danışmaqdan başqa əlimdən bir şey gəlmir. Sizdən xahiş edirəm ki, buna əməl edin. Xüsusən gənclərdən, cavanlardan xahiş edirəm. Bu xarab oldusa da düzəlməyəcək sonra. Elə təsəvvür eləyək ki, incə bir əmanət bizə veriblər ki, onunla gərək ehtiyatla davranaq. Ona görə deyir, aleykum ənfusakum, Quran buyurur. Bunu mən tərcümə eləyə bilmirəm. Yəni sizə özünüzü tapşırıram. Ruhunuzdan müğayət olun. Sizə özünüzü tapşırıram. Elə bil, filan kəs sənə əmanət demirlər. Allah deyir, ruhun sənə əmanət. Sənə bunu tapşırıram. Diqqətli ol, qoyma bunu xarab eləməyə. İmkan vermə bu xarab olsun. O ki, dillərə filan şeyə qulaq asma. Bilirsən, niyə deyir qulaq asma? Bilirsən, nə günə qoyur insanın ruhunu? O musiqi var, o qadının səsi, qulaq asma ona. Biz başa düşmürük niyə? Allah bilir, bunun quruluşu elədir ki, buna elə şeylər təsir qoyur. Onu zədəliyir, xarab eləyir, viran qoyur. Bu ilahi əmanətdir. Bununla belə davranma. Filan yerə baxma. O bir baxış elə bilirsən, baxdın, keçdi yox. O bir dənə hal yaratdı daxildə ki, onu düzəltməyə Ayətullah mərifət var. O deyirdi ki, ixtiyarsız, öz əlində olmayan haram baxış. Necə? Yəni harama baxmaq. Bir baxasan və görəsən. Görməyin təsiri bir həftə ruhdan çıxmır. Görməyin təsiri. Tövbə eləyəndən sonra da. Baxmayasan, gözün görür, keçdi gözünün önündən, sənə günah da yazılmır. Çünki sən baxmamısan, keçdi. Sənə günah yazılmır. Amma təsiri elədir ki, o qəlbi biraz tanıyan adamlar deyir, bir həftə tövbə eləyəsən, o təsir insanın ruhundan çıxsın. Təmizlənsin insanın ruhu. Ruh belədir, hər şeyin bir təsiri var və bunu da sizə deyim ki, ruhdakı bir dəyişiklik bilirsiniz nə edir? Aləmin nizamında təsir qoyur. Ruhda bir dənə dəyişiklik olur, başımıza gələn 100 dənə hadisə ortaya çıxır, nizam yaranır ki, bax bu işlər başvura gəlməyəcəkdi. Ümumiyyətlə bunu da yadda saxlayın ki, içimizlə çöldə baş verən hadisələr arasında əlaqə var. Qəlbimizdə bir dənə dəyişiklik yarananda çöldəki hadisələr dəyişir. Müsbətə ya mənfiyə.
O hadisələr ki başımıza gəlir, onun bizim iç vəziyyətimizlə birbaşa əlaqəsi var. Filan sözü deyirəm, filan əməl eləyirəm, bilmirəm ki, içimdə nəsə dəyişməklə nə qədər iş açdım başıma, nə qədər problem çıxartdım. Bir dənə sözlü dedim. Bir dənə fikir hətta beynimdən keçdi. Yaxşı da, mənfi də, müsbət də. Bəzən bir əməldir ki, bütün taleyini insanın dəyişir. Xüsusən bu günlərdə bu mövzular mühümdür, çünki Qədr gecəsi gəlir. Qədr gecəsində içə baxıb çöldəki hadisələri tənzimləyirlər. Deyir, gələn bir illik müqəddərat təyin olunur. Bir il gələn bu ilə qədər müqəddərat. Nəyə baxıb təyin eləyir? Baxır içərdəki vəziyyətə, ruhu vəziyyət çölə çıxır, olur müqəddərat. Ruhda olan vəziyyət zahir olur, hadisələr şəklində qeyd olunur ki, bunu bu hadisələr gözləyir. Nəyin nəticəsində? İçində olan daxili vəziyyətinin inikasıdır, üzə çıxmasıdır, təzahür eləməsidir. Allahı tanımaq mümkünsüz olduğu kimi qəlbi tanımaq da mümkünsüzdür. İnsan özü-özünü heç vaxt tanımayacaq. Allah Quranda deyib, səndən ruh haqqında soruşarlar, açıq deyib, Peyğəmbərə buyurur, ruh haqqında soruşarlar, de mənim Rəbbimin sirlərindəndir, işlərindəndir. Allah bilir. Allahı tanısınız, onu da tanıyarsınız. Allahı necə tanımaq olar? İmam Baqir əleyhissalam buyurur, 4-cü imam, 5-ci imamımız. İmam Baqir əleyhissalamın gözəl bir hədisidir bu. Buyurur ki, cümə gecəsi, hər həftənin cümə gecəsi Allahdan biz əhl-i beytin ürəyinə təzə bir mərifət gəlir. O təzə mərifət gələndən sonra elə bilirik ki, indiyəcən Allahı tanımamışıq. Bunu əhl-i beyt deyir İmam Baqir əleyhissalam. Hər həftə mərifətimiz təzələnir. Təzə mərifət gələndə biz elə hiss edirik ki, indiyəcən heç Allahı tanımamışıq. Bu hər həftə davam edir. Bu dərəcədə əzəmətli bir qəlb bəzən xarab olur. Onu necə düzəltmək lazımdır? Onu Peyğəmbər buyurur ki, qəlbi Quran düzəldir. Qəlbi qoy Quranın ixtiyarında. Özü biləcək necə islah eləsin. Quran düzəldəcək. Qəlbimiz bizim xarab olub deyə çox şey başa düşmürük biz. Adam var ya, mən eşitmişəm, alim deyir ki, tikəni götürürəm əlimə, tikə özü mənə deyir ki, halalam mən yoxsa haram. And olsun Allaha, mən orucluqdur da and içirəm. Hər bir adama tikə o sözü deyir. Demək, siz bu birbaşa mənada yox. O bildirir ki, halaldır, haramdır. Qəlb xarabdır ki, o siqnalı tuta bilmir. Qəlbdə böyük istedadlar var. Sonra bunları da danışırlar, bilirsiniz nə deyirlər? Kəramətlərdən danışanda alimlər deyir ki, o kiçik-kiçik işlərdir. Bizim üçün böyük görünən işlər deyir, o kəramət böyük bir şeydir, onlar asan məsələlərdir. O şey ki, biz bir ömürdə ona nail ola bilmirik, onlar onu gündə eləyir, deyir, bu əhəmiyyətlidir. Əhəmiyyətlisi Allahdır. Bu qəlb Allahın yeridir. Kəramət nədir onun yanında? Bu qəlb işdən düşüb deyə, xarabdır deyə çox işləri görə bilmir. Çox işləri görə bilmir. Onu təmizləyəndən sonra görürsən başlayır qəribə işlər görməyə. Qəribə xəbərlər verməyə. Bu qəlbdə elə istedadlar var, aləmin əhatə edir. Bütün aləmin xəbərləri o qəlbin içində yerləşir. Quran necə sağaldır qəlbi? Quran bilirsiniz necə sağaldır? Xahiş edirəm bu təsəvvürləri canlandırın mən danışdıqca. Quran elə bil ki, Quranı əlimizə götürəndə elə bir canlı bir varlıqla ünsiyyətə girmişik. Quran diridir, Quran kağızdır. Kağız onun şəklidir. Şəklinin arxasında Quran bir dənə diri həkimdir, həkim, ruh həkimidir. Necə can həkimi var, gedirsən, deyirsən, mənim dərdim nədir? O baxır, tapır sənin xəstəliyi. Adını da deyir, sən başa düşmürsən nə xəstəliyidir. Deyir, filan tabletkanı da at, müalicə olun. Sən bilmirsən ki, bu tabletkanın bu xəstəliklə nə əlaqəsi var? Bu, bunu necə müalicə eləyir? Heç onu da başa düşmürsən. Quran da belədir. Quran qəlbin dərdini də bilir, dərmanını da eləyir. Sən bilmirsən necə? Özü təyin eləyir. Bizdən tələb olunan nədir? Qurana özümüzü təslim eləyək. Hər ayəsi bir təsir qoyur. Hər ayəsi. Yasin vəl Qur'anil hakim innəkə ləminəl mursəlin alə sıratın müstəqim. Hamısı bir-bir oxuyursan, təsadüfüdür bu düzülüş. Bu düzülüş təsadüfüdür. Bu qəlbdə iş görür. Müalicə eləyir, müalicəyə girişir başlayan kimi.
Onun düzülüşü ilə iç arasında bir həmahənglik var. Onu Allah tənzimləyib. Hərflərin düzülüşünün də təsiri var. Oxuduqca o başlayır əməliyyata, ruhun üzərində əməliyyat keçirdir. Təmizləyir, düzəldir, hər şeyi öz yerinə qoyur. Çünki Quran qəlbin mütəxəssisidir. Bir ayəni 1000 adam oxuyar, 1000 cür təsir qoyar. Başa düşmürük onu. İnna ənzəlnahu fi leylətil qədr. Burada oturanların hər biri oxusun, hərəsinə bir təsir qoyacaq. Hərəsinin bir dərdinə dərman eləyəcək. Bu qədər uyğundur insanların ruhuna Quran. Özü bilir. Ruhu tanıyır. Quranla ruh arasında belə bir əlaqə var. Hələ arif adamlardan danışırlar. Adam tanıyan adamlar. Bir nəfər deyir ki, alimlərdən biri danışır. Mən heyf ki, deyəsən yaşım keçir, bu adlar yadımdan çıxır. O kimlərdəndir, bu yadımdan çıxıb ki, bunu kim danışıb. Danışmışam da keçmişdə, kitabda da var, baxmamışam. Bir alim deyir ki, getdim bir arifin yanına, yolda gedə-gedə deyir, özü də alimdir. Deyir, görürəm ki, axır vaxtlar cəmaatın fikri mənim üçün çox mühüm olub. Bu xəstəlikdir də. Deyir, öz-özümə fikirləşirəm ki, bu xəstəlikdir ki, cəmaat nə deyər? Yaxşı deyər, pis deyər, bu mənim üçün çox mühüm olub. Bu da ixlası əldən alır da, əməldə. İnsan cəmaatın nə deyər, nə deməzi ilə oturub dursa, o heç yana çata bilməz. Deyir, bu xəstəlik mənim içimdə hiss edirəm var. Gedirəm bu arifin yanına, ürəyimdə tutmuşam, gedim ona deyim, mənə bir yol göstərsin, mən bundan qurtulum. Deyir, mən girdim içəri, o mənə baxdı, elə salam verən kimi. Mənə belə bir cür həqarətlə dedi bu sözü ki, nə evə lazımdır, nə qədər sənin üçün əhəmiyyətlidir ki, cəmaat nə deyir? Heç mən danışmamış. Nə evə lazımdır, nə qədər mühümdür sənin üçün? Heç əhəmiyyəti yoxdur sən barədə nə danışırlar. Deyim, mən bu təəccüb içindəydim, çıxdım, gördüm bu sözü bilməyi bir məsələ, bunun bir dənə bu sözü deməyi mənə əlac elədi. Gördüm ki, o his məni tərk eləyib. Bu insanşünas belədir. Biri var sözü deyək ki, yəni xəbərim var. Bir də var ki, bu sözü demək ki, cəmaatın fikrinə niyə əhəmiyyət verirsən, bu sözü deməklə o xəstəlik ürəyimdən çıxmağı birdir. Elə bil oxu atdı, öldürdü o xəstəliyi. Belə insanlar da olub. Hələ bizim indi bəlkə qabağımıza çıxmayıb, bizə təəccüblü gəlir. Biz görməmişik də belə insanlar. Mən özümü deyirəm, bəlkə siz görmüşsünüz. Ayətullah Bəhaəddinin tələbələrindən biri deyir ki, o bizi ilə elə bir iş gördü ki, qeybət eləyə bilmirik. İstəsək də qeybət eləyə bilmirik. Yəni nə? Yəni qeybətin qaynağını bizim ürəyimizdən çıxardı. Qeybət nədənsə qaynaqlanır. O qaynağı bizim qəlbimizdən çıxardı, öz pak ruhu ilə. Belə insanlar var. Quran da belədir. Quran, hələ mən bu ariflərdən misal çəkirəm, görün Quran nədir? Quranın hər sözü bir oxdur ki, rəzillikləri, çirkinlikləri öldürür içimizdə. Odur ki, ehtiramla Qurana tərəf getmək lazımdır. Müxtəlif mərhələləri var Quranın şəfa verməsinin. Qəzəbi də şəfa verir, sıxıntınadan da şəfa verir. Necə deyim, aşağı səviyyəli xəstəliklərdən tutmuş, yüksək xəstəliklərə qədər hamısının dərmanı Qurandadır. Deyir, qəzəbləndin, dur Quran oxu. Bəzi yerdə var, deyir, namaz qıl. Namaz qıl bilirsiniz nədir? Namaz qıl elə Quran oxu deməkdir. Namaz elə Quran oxumaqdır. Sadəcə bir sıra bədən hərəkətləri ilə müşahidə olunan Quran oxumaq. Əslində namazda rükunun mənası bilirsiniz nədir? Quranı oxuyursan həmd surə, onun təsiri sənin belüyü bükməlidir. İndi biz qaydadır deyə belə eləyirik. Qaydadır. Bizə deyirlər ki, rükuya get, sonra deyir səcdəyə get. Biz bunu öyrənmişik, eləyirik. Amma həqiqətdə necədir? Həqiqətdə necədir? Belədir ki, bir insan davamlı şəkildə gündə həmd surəni oxuyursa, axırda ruhunda bu halət yaranır ki, cismini əyir, olur rüku. Quranı oxuyur, onun əzəməti qabağından, qarşısında içindən əyilmək gəlir. Namaz belə yaranır. Namaz elə Quran oxumaqdır. Sonra onunla da doymur, səcdəyə gedir, əyilir, alnını yerə qoyur. O əzəmətin qabağında yaranır səcdə.
Deməli, namazın bütün əzəməti nədədir? Namaz gündə Quran oxumaqdır. Sadəcə belə deyək də, sinə vurmaqla Quran oxumaq. Yəni, bədən hərəkətləri ilə Quran oxumaq. Bədənin də təzimi ilə Quran oxumaq. Quran qəlbə bu qədər təsirlidir ki, ən azı gündə həmdən surəni hamımız oxuyuruq. Yəni, bu olmasa, insan həlak olur. Ona görə namaz vacib olub insanlara. Bütün xəstəliklərin şəfası, ən zəif xəstəliklərdən tutmuş bu mənəvi xəstəliklər nəzərdə tuturam, ən ağırlarına qədər. Xüsusi vaxtlarda yatmamışdan qabaq Quran oxu deyir. Niyə görə? Çünki gün ərzində nə qədər təsirlər var qəlbdə. Quran oxu, o paslar ürəkdən tökülsün. Gözünün baxmağının təsiri var, qulağının eşitməyinin təsiri var. Nə qədər adamlarla görüşürük, hərəsinin ruhundan bir təsir gəlir. Bəzən işimizə görə məcburuq kimlənsə gedək oturaq. Özümüzdən asıl deyil, günah da deyil, insanlarla ünsiyyətdə olmalıyıq. Amma hərəsindən bir təsir gəlir qəlbə. Mən bilən deyəsən Şeyx Abbas Qumi idi, ya hansı alim idi, can verirdi. Deyirdi, ömrümdə bircə dəfə bir dənə qafillərin məclisində olmuşam. İndiyə qədər, nə qədər istiğfar elədim, o ürəyimdən təmizlənib getmədi. Can verəndə hiss edirəm ki, hələ də onun təsiri ürəyimdədir. Ürək belə bir şeydir. Və o təsirləri biraz neytrallaşdırmaq üçün, təsirləri zəiflətmək üçün deyir, hər gün axşam imkanınız var, yatmamışdan qabaq. Quranı götürün, oxuyun, Quran tənzimləsin ürəyi. O təsirləri dəsin, cilalasın, təmiz qəlblə girin, dəstəmaz alın, girin, yatın. Quranın bu qədər insan qəlbinə təsiri var. Quran əlac eləyir insana. Dərdləri tanımaq istəyirsən, Qurana müraciət elə. Fəvailun lil musallin əlləzinəhum an salatihim sahun əlləzinəhum yuraun. Yanından keçməyəsən. Vailun lil musallin. Allah deyir, vay olsun namaz qılanların halına. Bu ayəni tək götürsün, dalını oxumasın. Deyərsən, vay olsun namaz qılanların halına. Dalıca deyir, əlləzinəhum an salatihim sahun. O namaz qılanlar ki, namazlarını vaxtında qılmırlar. Mən diqqətlə oxusam görürəm ki, vay bu mənə deyir, vay olsun sənin halva. Bu mənə deyir, mən oxuyuram, keçirəm. Deyir, vay sənin halva ki, namazları yaxşı diqqətlə qılmırsan. Sübh namazı gün orta qılırsan, gün ortanı axşam qılırsan, tez qılırsan ki, gedim işimin dalıcı. Bu mənə aid imiş bu ayə. Allah deyir, o əzəmətdə Allah. Vaylun lil musallin əlləzinəhum an salatihim sahun. Vay o namaz qılanın halına ki, namazlarına səhlənkarlıq eləyir. Vaylun li kulli huməzətil luməzə. Diqqət elədin, əlac eləyəcək, özü özünə tanıtdıracaq. Vay olsun qeybət eləyib tənə vuranların halına. Nə qədər adamın sözünü danışırıq. Heç bilmirik, danışmaq olar olmaz. Hərəsinə bir əsas gətiririk, dəlil gətiririk, özümüzə vacib eləyirik. Deyirdi ki, bir Ayətullah Büruzirdi deyirdi ki, hamıya qeybətimi halal eləmişəm, bircə mollalardan başqa, ruhanilərdən başqa. Dedilər, niyə? Dedi, çünki onlar əvvəl qeybəti caiz eləyirlər. Deyirlər, bunun qeybəti caizdir, sonra qeybət eləyirlər. Əvvəl özlərini yozub çıxardırlar ki, bunu danışmaq lazımdır, sonra düzdür, var, istisna yerlər var. Belə bu istisnalar hərdən xarab edir. Yer var deməyin vacibdir, yer var deməyin lazımdır. Bunlar hamısı istisnalar var qeybət mövzusunda. Amma biraz diqqətli olaq ki, nəfs bizi allatmasın hər dəfə. Bütün bu ayələr bizim özümüzü özümüzə tanıtdırır. Vaylun li kulli huməzətil luməzə əlləzi cəməə malən və əddədə. Pulunu yığıb sayır, xərcləmir Allah yolunda. Allah buyurur, vay olsun bu adamın halına. Xums vermir, zəkat vermir, 1 manat Allah yolunda xərcləmir. Yığır, gəlir namaz qılır, oruç tutur, zikir deyir. Hamıdan yaxşı hədis danışır, 1 manatından razı deyir Allahın yolunda keçsin. Allahın dininin işi yerdə qalır, bu insanlar yiyir, içir, gəzir, namaz qılır. Qiyamətdə pərdə çəkiləndə Allah deyəcək ki, filan işlər görülmədi, niyə? Sən gəl bura, gəl bura. Yığıb zəxirə eləmişdin, Allah yolunda xərcləmirdin, indi gəl cavabını ver ki, niyə görə bu işlər sənin ucbatından həyata keçmədi? Biz hərdən elə bilirik ki, ancaq günaha cavab verəcək. O qədər işlər vardı ki, eləməliydik, eləmədi, onun cavabı var. Quran bunların hamısını bizə tanıtdırır.
Quran öz güzgümüzdür. Quran bir güzgüdür ki, həm Allahı orada görürsən, həm özünü görürsən. Kifayətdir ki, bu ayələr üzərində biraz düşünəsən. Mən bunu sizə çox danışmışam. Bəzən bir ayə diqqətlə baxsan taleyi dəyişər. Gəlir Peyğəmbərə deyir ki, biraz Quranından oxu, biraz təkəbbürlə deyəsən. Bir neçə dənə var rəvayət. Biri də budur. Bilmirəm, mən səhv salmıramsa, biraz deyəsən elə bil ki, oxu görüm nə yazılıb. Peyğəmbər götürür, ya özü ya yanındakına deyir ki, Qurandan biraz oxu. Zilzal surəsini oxuyur. İza zulzilatil ardu zilzalaha. Oxuyur. Gəlir bu yerə çatır. Fəmən ya'məl misqalə zərrətin xeyran yarah. وَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ شَرًّا يَرَهُ. Kim bir zərrə ağırlığında xeyir iş görsə qabağında görəcək. Kim zərrə ağırlığında pis iş görsə qabağında görəcək qiyamətdə. Deyir, kifayətdir. Dini necə qəbul eləyim? Deyir, şəhadəti gətir, müsəlman ol. Şəhadət gətirir. Deyir, əgər mən elədiyim işi sabah hazır görəcəmsə, gərək mən bu dinə iman gətirim. Kifayətdir. Peyğəmbər də onu tərifləyir. Yəni bu ağıllı adamdır. Təxminən belə bir sözdür ki, arifə işarə kifayətdir. Bu iki ayəni biz başa düşünsək, o ayələr bizi islah eləyər, sağaldar, təmizləyər. Bəl tu'sirunəl həyatəd dünya vəl-axirətu xeyrun və əbqa. Dünyanı seçirsiniz, Quran buyurur. Siz dünyanı seçirsiniz, halbuki axirət daha xeyirlidir. Nə qədər bunu eşidirik, amma düşünmürük. Qəd əfləhə mən zəkkaha. Özünü təmizləyən nicat tapacaq. Bunlar hamısı hərəsi bir şəfadır insanın ruhu üçün. İndi sizdə bəlkə bir məyusluq yaranlar ki, biz ərəb dilini bilmirik, oxuyuruq, heç bilmirik axı nə deyir. Bunun iki yolu var. Bir budur ki, hərdən Quranın tərcüməsinə baxasan. Biri də budur ki, sizə bunu bir müjdə kimi deyim ki, Quranı hətta başa düşməyib oxusan belə öz işini görür. Düzdür, başa düşsən çox təsir eləyir. Amma başa düşməsən də, yenə də deyirəm, Quranın musiqisi insanın ruhunda təsiri var. Musiqi nəyə deyirəm? O hərflərin düzülüşü, ayənin ayəni əvəz eləməsi. Özün də bilməyəsən nə oxuyursan. Elə bir almanı yeyirsən, bir var mütəxəssissən, bilirsən onun içində nə vitaminlər var. Bir də var heç bilmirsən. Bilməsən də həmin o vitaminlər öz işini görür insanın içində. O xeyrini göstərir. Quranda belə bir şeydir ki, bilməsən də təsirini qoyur. Amma bilsən daha yaxşıdır. Tanısan daha yaxşıdır. Başa düşsən daha yaxşıdır. Mən bir dənə cümlə deyim, bu cümləni sabahacan yadınızda saxlayın. Ki, sabahki bəs bundan əlaqəlidir. Bu cümləni deyim, sözümü tamamlamaq istəyirəm. Bu gün deyəsən çox vaxt uzaldım, ya bilmirəm. Ruhun quruluşu ilə nəticədir bu, həm də sabahki söhbətin müqəddiməsi olsun. Ruhun quruluşu ilə Quranın quruluşu arasında bir uyğunluq var. Bu uyğunluğu biz başa düşmürük nədir? Quranla ruh arasında gözlə görünməyən bir uyğunluq var. Ruhun binası ilə Quranın binası arasında, ruhun quruluşu ilə Quranın quruluşu arasında bir münasiblik var. İkisi də bir-birinə uyğundur. Əslində insan qəlbi, ruhu Quranı axtarır. Bir-birini maqnit kimi çəkirlər. Bunun tələbləri bunun içindədir. Bir ömür bütün insanlar bu həqiqətləri axtarır, buna qovuşmaq istəyir. Bununla qəlb arasında bir dənə divar var, hər işi körlayan o divardır. Qoymur bunlar bir-birinə qovuşsun. O mənəmçilik divarıdır. O nəfs divarıdır, istəklər divarıdır. Bu divar ruhla Quran arasında sədd yaradıb. Bu divar aradan aparsan, Quranla ruh qovuşur bir-birinə, ondan sonra heç vaxt ayrılmır. Aşiqlə məşuq necə qovuşar bir-birinə, bağlanar, ətinə qanına işləyir Quran həqiqətləri və onu heç cür ondan ayırmaq olmur. Bu divarı yarsan əgər, bu divarı yarmaq üçün nə etmək lazımdır? Bütün ibadətlər bu divarı yarmaq üçündür. Namaz bunun üçündür. Həcc bunun üçündür. Həccdə nə qədər adam zəlil olur. Allah istəyir, Allah qabağında, heç kəsin qabağında zəlil olmaq olmaz. Allahın qarşısında. Mən bu ayələri sizə çox demişəm. Təyəmmüm ayəsidir. Deyir, əli vur torpağa, belə elə, deyir, bu sizin paçlanmağınız üçündür, təyəmmüm ayəsində. Deyəmlərsən, yaxşı, suyu başa düşdük, su töküldü, pak elədi. Bu torpağa əl vuranda nədən paçlanıram? Cavab budur ki, təkəbbürdən paçlanırsan. Gərək toza əli vurasan, tozu çəkəsən, təsəvvür edirsən, bir cəmiyyətdə mövqe sahibi olan adamdır. Məqam sahibi olan adamdır.
Böyük bir dənə adamdır. İndi boynuna qusul gəlib su tapmır, Allah deyir get neynə. Get əli vur torpağa, qaldır çək alnıva, alnında o torpağın izi qalsın. Nə üçündür bu? Təmizlənəsən. Nədən? O mənəmçilikdən, təkəbbürdən təmizlənəsən. Səcdə bu qədər təkid eləyib ki, torpağı eləyin, xalça eləməyin ona görə. Alnınız gündə torpağa dəysin, o mənəmçilik divarı yarılsın, qırılsın. Namaz bunun üçündür, oruc bunun üçündür. Oruc bilirsiniz nədir? Hər gün, hər dəqiqə, hər an əlimizdə çəkiz bu divarı vurmaqla məşğuluq Ramazan ayında. Çünki deyirəm, o istəyir, mən deyirəm, vermirəm. Yemək istəyirəm, vermirəm. İçmək istəyirəm, vermirəm. Falan şey istəyirəm, istədiklərini hər dəqiqə vermirsən ona. Hər dəqiqə onun istəyi ilə mübarizədəsən, oruc o divara vurulan bir zərbədir. Və bir də Quranın özü. Quranın özü. Biz deyirik ki, o divar çəkilsin, Quranla qəlb qovuşsun. Amma bir məsələ də var ki, o divarı yaran həqiqətlərdən biri də Quran özüdür. Quran eyni zamanda həm o divarı yarır, dağıdır, həm də ki, qəlbə qovuşur. Yəni Quran bu iki işi görür. Sabah inşallah qismət olsa danışarıq ki, Quranın hansı cəhətidir ki, ürəkdə olan o mənəmçilik divarını, o həvəs divarını, dünyapərəstlik divarını dağıdır. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əzzil əcəllil əkrəm və bil-Hüseyn ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bizi bu mübarək Ramazan ayının hər dəqiqəsinin, hər gününün, gecəsinin feyzindən bir nəsib eləmə. İlahi bu orucluğu bizə axır orucluq qərar vermə. İlahi bizi bu ayın bağışlananlarından qərar ver. İlahi bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. İlahi bizi bundan artıq günbəgün bir-birimizə daha artıq mehriban elə. Öz evvün ziyarətin, Peyğəmbərin, Mədinənin ziyarətin bu il, hər il bütün arzusunda olanlara bu cəmədə qismət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Xəstələrimizə şifaya acil mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. Allah verdiyin neymətləri əlimizdən alma. Bizi neymətlərin qədrini bilənlərdən qərar ver. Ömrümüzün axırınacan bizə halal bir minnət ruzu mərhəmət elə. O möminlər ki, malı ilə, canı ilə, hər nə vasitə ilə sənin dinivə xidmət eləyirlər, dünya və axirətlərin abad elə. Allah dinivə xidmət eləmək müvəffəqiyyətin, dinivə xidmət eləmək tövfiqin bizim əlimizdən alma.